آقای خبرنگارم اکتفا میکنم به کاسپینسی. جناب مخبر در Kaspensiy'e bundan sonra Kaspensiye dedi. Öyle o Kaspiyansiydi da nece yani bundan sonra? Kaspiyansi yazılıptır. Siz İran'da bazı adamlar böyle yana adlar icat etmeyle bizim bu Hazar etrafında danışmalarına mani olursunuz. Ayşe'yle bunu nəzərə alarsınız. Bəzən diplomatik görüşlərdə bir cümlə illərlə davam edən söhbətlərdən daha çox şey deyir. 2002-ci ilin mayı. Azərbaycan prezidenti Heydər Əliyev İrana rəsmi səfərdədir. Qarşı tərəfdə İranın ali dini lideri Seyid Əli Xamenei. Görüşün rəsmi hissəsi başlayır. Xamenei fars dilində danışır. Tərcüməçi onun dediklərini rus dilinə çevirməyə başlayır və qəfildən Heydər Əliyev tərcüməçini saxlayır. Sadə bir sual verir. Niyə rus dilində tərcümə edirsiniz? Xameneinin cavabı isə Azərbaycan üçün kifayət qədər ağır səslənə biləcək bir yanlış təsəvvürü ortaya çıxarır. Mən elə zənn edirdim ki, sizin dövlətin dili rus dilidir. Bundan sonra Heydər Əliyevin verdiyi cavab isə görüşün istiqamətini dəyişir. Azərbaycanın dövlət dili heç vaxt rus dili olmayıb. Amma məsələ bununla bitmir. Heydər Əliyev Xameneiyə Azərbaycanın Sovet dövründə belə öz dilini necə qoruduğunu xatırladır. Və görüşün sonunda elə bir cümlə işlədir ki, Xamenei əstəğfurullah deməli olur. Heydər Əliyev bildirir ki, Azərbaycanın dövlət dili Sovet dövründə də rus dili olmayıb. Yəni, Azərbaycan SSR-nin tərkibində olduğu illərdə belə konstitusiyada dövlət dilinin Azərbaycan dili olduğu təsbit edilmişdir. Bu sadəcə dil məsələsi deyildir. Bu, Azərbaycanın dövlətçilik yaddaşı ilə bağlı prinsipial məsələ idi. Çünki Azərbaycan dili yalnız gündəlik ünsiyyət vasitəsi kimi deyil, dövlətçilik və milli kimliyin əsas sütunlarından biri kimi qorunmuşdur. Vilayət Quliyevin xatirəsinə görə Heydər Əliyevin etirazından sonra İran tərəfi çaşqın vəziyyətə düşür. Gərginliyi azaltmaq üçün prezident tərcümənin Azərbaycan səfiri tərəfindən aparılmasını təklif edir. Amma görüşün sonunda Heydər Əliyev mövzunu yenidən gündəmə gətirir və deyir, bugünkü görüşümüzün ən böyük faydası Azərbaycanın dövlət dilinin rus dili olmadığını öyrənməyiniz oldu. Xameneinin cavabı isə əstəğfurullah. 2002-ci il Tehran səfərinin başqa bir epizodu da ən azı bu hadisəyə qədər diqqət çəkəndir. Bu dəfə söhbət Xəzər dənizindən gedir. Heydər Əliyev İran prezidenti Məhəmməd Hatəmi ilə Xəzərin hüquqi statusunu müzakirə edir. Danışıqlar kifayət qədər həssas məsələ üzərində gedir. Çünki Xəzərin hüquqi statusu sahilyanı dövlətlərin maraqlarına birbaşa toxunan məsələlərdən biridir. Və Vilayət Quliyevin xatırlatdığına görə Hatəmi söhbət zamanı dəfələrlə Xəzər dənizi əvəzinə Mazandıran gölü ifadəsini işlədir. Heydər Əliyevin reaksiyası isə yenə özünə məxsus olur. O deyir. Siz hörmətli jurnalist sualınızda bir səhv bıraktınız. Dünya xəritəsində Mazandaran Gölü adlı bir göl yoxdur. Və əgər belə bir göl İran ərazisindədirsə, mən onu hələ tanımıram, xahiş edirəm mənə tanıdasınız. آقای خبرنگارم اکتفا میکنم به کاسپینسی. Cenab Muhbir der Kaspensiye bundan sonra Kaspensiye dedi. Öyle o Kaspiyansiydi da nece yani bundan sonra? Xəzər dənizi Kürriyə Ercəranından dünyanın ən mühüm dənizlərindən biridir və onlar da Xəzərdir. 300 il, 400 il bundan öncəki xəritələri götürsəniz, orada Xəzər dənizi, Ağay Xatəmi bunu İngilizcə deyir, Kaspiyansi yazılıbdır. Siz İranda bazı adamlar belə yana adlar icat etməklə bizim bu Xəzər ətrafında danışmalarına mani olursunuz. Ayşe ilə bunu nəzərə alarsınız. Bu cümlənin arxasında çox aydın siyasi mesaj var. Əgər bir tərəf Xəzəri öz bölgəsinə uyğun başqa adla təqdim edirsə, qarşı tərəf də eyni məntiqlə Azərbaycanın tarixi coğrafi anlayışlarından istifadə edirlər. Hatəmi bundan sonra üzr istəyir. Beləliklə, səfər zamanı iki ayrı epizodda eyni prinsip özünü göstərir. Azərbaycanın dilinə və coğrafi siyasi maraqlarına münasibətdə ən kiçik yanlış təsəvvür belə
cavabsız qalmır. Bu hadisələrə bugün yenidən baxanda onların yalnız diplomatik xatirə olmadığını görmək mümkündür. Heydər Əliyevin yanaşmasında əsas xətt aydındır. Azərbaycanın kimliyi, dili və milli maraqları başqa dövlətlərin siyasi baxışından asılı deyil. Sovet İttifaqının tərkibində olmaq Azərbaycanın dövlət dilini rus dili etməmişdir. İranla dostluq münasibətləri isə Azərbaycanın öz milli maraqlarını müdafiə etməsinə mane olmamalı idi. Məhz buna görə həm Xameneyinin yanlış təsəvvürünə, həm də Xəzərin adlandırılması məsələsinə prezident dərhal reaksiya verir. Bu hadisələrin ən maraqlı tərəfi də budur. Diplomatiyada bəzən ən sərt mesaj yüksək səslə deyil, bir cümlə ilə verilir. 2002-ci ildə Heydər Əliyevin verdiyi mesaj isə kifayət qədər aydın idi. Azərbaycanın dili də, dövlətçiliyi də, milli maraqları da başqasının təsəvvüründən asılı deyil. Və illər sonra bu dialoqun xatırlanmasının səbəbi də məhz budur. Çünki həmin görüşdə söhbət təkcə rus dilindən və ya Xəzərin adından getmirdi. Söhbət Azərbaycanın özünü necə təqdim etməsindən gedirdi. Heydər Əliyev isə bunu bir cümlə ilə göstərmişdi. Azərbaycan öz kimliyini heç kimə izah etmək məcburiyyətində deyil. Onu qorumaq isə dövlətçilik məsələsidir. Qiymət Mahir, Namiq Abbasov, Today Press TV.